Salam, hörmətli tələbələr. Bu videoda Blackboard platformasında şəxsi məlumatların dəyişdirilməsi, yəni Profile Settings bölməsi ilə tanış olacağıq. Profil səhifəsi Blackboard hesabınızın ən vacib bölmələrindən biridir. Burada saxlanılan məlumatlar universitet sistemi ilə əlaqələndirilir və müəllimlər, inzibati əməkdaşlar, eləcə də Blackboard sistemi tərəfindən istifadə olunur. Buna görə də profilinizdəki məlumatların düzgün və aktual olması olduqca vacibdir. İndi isə profil səhifəsində yerləşən əsas bölmələrə birlikdə baxaq. İlk olaraq əsas məlumatlar, yəni Basic Information bölməsini görürük. Burada ad və soyadınız, universitet tərəfindən sizə təqdim edilmiş e-poçt ünvanı, sizin tələbə ID-niz və hesabınızın təhlükəsizliyi ilə bağlı parol ayarları yerləşir. Ad və soyadınız, e-poçt ünvanınız və tələbə ID-niz universitetin tələbə informasiya sistemi ilə avtomatik sinxronlaşdırıldığı üçün bu məlumatlar adətən dəyişdirilə bilmir. Əgər burada hər hansı uyğunsuzluq görsəniz, bunu özünüz düzəltməyə çalışmaq əvəzinə universitetin müvafiq struktur bölməsi, yəni mükəmməllik mərkəzi ilə əlaqə saxlamağınız tövsiyə olunur. Bu bölmədə dəyişdirə biləcəyiniz əsas hissə isə parol, yəni şifrə ayarlarıdır. Burada siz şifrənin üzərinə gəldiyinizdə sağ tərəfdə ekranda çıxan qələm işarəsini vurmaqla öz şifrənizi dəyişdirə bilərsiniz. Hesabınızın təhlükəsizliyini qorumaq üçün mürəkkəb və etibarlı paroldan istifadə etməyiniz, parolunuzu mütəmadi olaraq yeniləməyiniz və onu heç kimlə paylaşmamağınız çox vacibdir. İndi isə keçək əlavə məlumatlar hissəsinə. Bu hissədə cins, əlavə ad, doğum tarixi, təhsil səviyyəsi və şəxsi veb-sayt kimi məlumatları əlavə etmək mümkündür. Bu məlumatlar akademik fəaliyyətinizə birbaşa təsir etmir və onların doldurulması zəruri deyil. Lakin istəsəniz, profilinizi daha dolğun və fərdiləşdirilmiş şəkildə təqdim etmək üçün bu sahələrdən istifadə edə bilərsiniz. Növbəti bölmə əlaqə məlumatları, yəni Contact Information bölməsidir. Burada poçt ünvanınızı, telefon nömrənizi və digər əlaqə vasitələrinizi əlavə edə bilərsiniz. Bu məlumatların daxil edilməsi də məcburi deyil. Əgər əlavə edirsinizsə, onların aktual olmasına diqqət yetirin və şəxsi məlumatlarınızı yalnız zəruri hesab etdiyiniz hallarda paylaşın. Daha sonra isə iş haqqında məlumat, yəni Employment Information bölməsinə baxaq. Bu isə əsasən işləyən tələbələr, magistrantlar, doktorantlar və universitet əməkdaşları üçün nəzərdə tutulub. Əgər istəyirsinizsə, burada çalışdığınız təşkilat, vəzifəniz və şöbəniz haqqında məlumat əlavə edə bilərsiniz. Əgər bu məlumatlar hazırda sizə aid deyilsə, həmin sahələri boş saxlaya bilərsiniz. Videoya yekunlaşmazdan əvvəl bir neçə vacib tövsiyəni də qeyd etmək istərdim. Profil səhifənizi vaxtaşırı yoxlayın və məlumatlarınızın düzgün olduğundan əmin olun. Parolunuzu güclü saxlayın və təhlükəsizlik məqsədi ilə onu müəyyən aralıqlarla yeniləyin. Profil məlumatlarınızı dəyişdirərkən etibarlı cihazlardan istifadə etməyə çalışın və ehtiyac olmadıqca artıq şəxsi məlumat paylaşmayın. Beləliklə, biz bu videoda Blackboard platformasında profil məlumatlarınızı necə idarə edə biləcəyinizi öyrəndik. Düzgün tənzimlənmiş profil Blackboard platformasında daha təhlükəsiz, rahat, effektiv istifadə üçün vacib rol oynayır. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda Blackboard platformasının digər vacib funksiyaları ilə tanış olacağıq. Hər birinizə uğurlar.